Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı və çox asan piroq hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 4 yumurta. Bunu belə biraz mikserlə çalıram. Sonra isə üzərinə 1 stəkan yarım şəkər tozunu az-az əlavə eləyib durmadan qarışdırıram. Şəkər tozu tam əriyənə kimi mikserlə çalıram. Və 1 stəkan qatıq, 1 stəkan qatığın üzərinə yarım çay qaşığı soda əlavə edib qarışdırıram. Sodanı öldürürəm. Bunu qoyuram bir qırağa və 1 stəkan duru yağ əlavə edirəm xəmirə. Sonra isə elə hazırladığım qatığı da əlavə edib biraz mikserlə qarışdırıram. Çox burada qarışdırmaq lazım deyil. Biraz qarışdırsaz bəs eləyir. Və üzərinə 3 stəkan un əlavə edirəm. Birinci 1 stəkan unu əlavə eləyib 1 paçka qabartma, 1 paçka vanil. Sonra isə ikinci stəkan unu da əlavə edib qarışdırıram. Və axırıncı 3-cü stəkanı da əlavə edib tam həll olunana kimi qarışdırıram. İçərisində topalanma qalmamalıdır. Baxın, belə bir xəmir alınır. İndi isə mən 4 künc tavada hazırlayıram. Siz bunu yumru tavada da hazırlaya bilərsiniz. Belə yağlı kağız sərmişəm. Yoxdursa əgər elə-belə tavanı da biraz yağlaya bilərsiniz. Yəni xəmirdə də yağ olduğu üçün çox da yapışan deyil. Əlavə edirəm xəmiri tavaya və 180 dərəcədə qızdırılmış sobada bişirirəm. Üzəri və altı qızarana kimi. Altını indi belə görmək olmasa da üzəri qızarır. Diş çöpü ilə və yaxud da başqa bir çöplə yoxlayanda görəcəksiniz ki, içində xəmir qalmayıbsa, deməli artıq piroqumuz hazırdır. Baxın, belə yoxlayıram. Və bir neçə yerdən də elə eyni çöplə biraz belə dəlirəm. Sonra isə üzərinə varenya suyunu əlavə edirəm. Məndə çəylək varenyasının suyudur. Siz isə başqa hər hansı bir varenya və yaxud da cem də yaxa bilərsiniz. Belə hər tərəfə gələcək şəkildə yaxıram. Yenə də bunu belə də saxlaya bilərsiniz. Üzərinə kokos da səpə bilərsiniz. Mən üzərinə biraz çəkilmiş qoz səpdim. Və artıq piroqumuz hazırdır. Varenyanı da elə isti-isti yaxmaq lazımdır ki, tam biskvit özünə çəksin varenya suyunu. Baxın, indi kəsib də göstərəcəm. Çox yumuşaq, çox dadlı piroq alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.